Salam. Bugün səninlə Ceylan Mumoğlu'nun psixoloji mövzulara toxunan qısa amma çox düşündürücü videolarını baxacağıq. Oradakı fikirləri bir növ açaq. Hə, salam. O materiallar əslində çox dərin məsələlərə toxunur. Bəli, mövzularımız da elə bunlardır. Keçmiş travmalar bugünkü həyatımıza necə təsir edir, sonra özümüzə inamı hansı vərdişlər azaldır? Bəzən niyə, fərqində olmadan özümüzü əziyyətdə saxlayırıq? Bunun səbəbləri. Düzdür. Və münasibətlərdəki o diqqət məsələləri. Gəl görək bu mənbələr, bax, sənə hansı yeni fikirlər verə bilər. Başlayaq. Bu materiallar əslində insanın o daxili dünyasında gedən amma çox vaxt, üzə çıxmayan proseslərə işıq tutur. Maraqlısı odur ki, bu qısa fikirlər əslində gündəlik həyatda qarşılaşdığımız bir çox sualın kökünü anlamağa kömək edir. Tamamilə razıyam. Gəl elə birinci, o keçmişin kəsirindən başlayaq. Mənbədə deyilir ki, travma təkcə zehnimizdə, yaddaşımızda qalmır. Bəli. Okey, sanki bədənimizin yaddaşında da yaşayır. Hətta bir tədqiqat da var idi deyəsən bununla bağlı. Hə, bədən yaddaşı deyirlər. Düşünə bilərsən ki, yaxşı, keçdi getdi də. Amma həddindən artıq emosional reaksiyalarımız, məsələn, ani partlayan qəzəb ya da güclü qorxu hissi, məhz bunun o köhnə izin hələ də canlı olduğunun göstərisi ola bilər. Düzdür. Məsələn, adi bir tənqidə çox kəskin reaksiya vermək, bu keçmişdən qalan bir dəyərsizlik travmasının əlaməti ola bilər. Və bu reaksiyalar, onu da deyim ki, təsadüfi deyil axı. Mənbədə, səhv etmirəmsə, köhnə bir travma nəzəriyyəsinə də istinad olunur. Aha. Deyir ki, bizim psixikamız, yəni şuuraltı olaraq, keçmişdə həll edə bilmədiyimiz bir məsələni indiki zamanda sanki düzəltməyə çalışır. Və nəticədə nə olur? Eyni ssenarini təkrarlayırıq. Yəni yenə eyni vəziyyətlərə düşürük. Bəli. Və bu vacib bir sual ortaya çıxarır. Bəs bu təkrarlanan əziyyətin içində bizim üçün hansısa gizli bir qazanc ola bilərmi? Qazanc, əziyyətdən? Hə. İkinci il qazanc deyirlər. Mənbədə də işarə olunur ki, bəzən problemdə qalmaq bizə, məsələn, məsuliyyətdən yaymaq üçün bir bəhanə verir, ya da dəyişiklikdən qorxduğumuz üçün, tanış, hətta narahat olsa da, təhlükəsiz bildiyimiz bir zonada qalmağa kömək edir. Bax, bu çox maraqlı məqamdır. Deməli, fərqində olmadan özümüzə mane oluruq. Elədir. Və bu daxili vəziyyət sonra bizim gündəlik vərdişlərimizə də təsir edir. Mənbədə özünə inamı məhv edən 3 əsas vərdişdən danışılır. Birincisi, özünü daim başqaları ilə müqayisə etmək. Xüsusilə də indiki zamanədə sosial mediada. Bu, birbaşa beyində mən digərlərindən pisəm, mən çatdıra bilmirəm düşüncəsini yaradır. Təəssüf ki, çox yayılıb bu. Susmaq lazım olduğu halda susmaq. Yəni, sərhədlərinin pozulmasına göz yummaq. Bu da beynə sanki belə bir siqnal göndərir. Mənim istəklərim, mənim sərhədlərim o qədər də önəmli deyil. Öz dəyərini aşağı salırsan bununla. Bəli. Və üçüncüsü, nailiyyətləri kiçiltmək. Bilirsən, bu sadəcə bəxtim gətirdi və ya şans idi, asan bir şey idi, belə demək. Hə, imposter sindromu deyilən şey. Düzdür. Bu da birbaşa özünü dəyərsizləşdirməyə gətirib çıxarır. Və bütün bunları, əgər daha böyük mənzərə ilə əlaqələndirsək, bu vərdişlər, təbii ki, təkcə daxili dünyamıza yox, bizim münasibətlərimizə də birbaşa təsir edir, elə deyilmi? Məsələn, o görməzlikdən gəlinmə mövzusu. Aha. Mənbə deyir ki, birinə həddən artıq diqqət göstərmək, onun üstünə çox düşmək əslində onu uzaqlaşdıra bilər. Amma bunun əvəzinə daha təsirli psixoloji yanaşmalar da var. Bəli, o yanaşmalara da toxunulmuşdu. 3 əsas şey var idi deyəsən. Birincisi, təxmin edilən olmamaq. Yəni, həmişə əl çatan, həmişə eyni reaksiyanı verən olmaq əvəzinə davranışları biraz dəyişmək, biraz gözlənilməz olmaq marağı artıra bilər. Anladım. Rutini pozmaq kimi. Bəli. İkincisi, özünə sərmayə qoymaq. Diqqəti başqasından çəkib öz həyatına, öz maraqlarına yönəltmək. Aktiv, maraqlı bir həyat yaşamaq. Çünki mənbəyə görə insanlar başqaları tərəfindən dəyərli görülən şəxslərə daha çox maraq göstərir. Yəni, sən özün bir resurs olmalısan. Özünü cəlb edici etmək. Düzdür. Və üçüncüsü, bu biraz fərqli səslənir, itki qorxusu yaratmaq. Hətta Kenan fenomeni deyə bir şeye istinad edilir. Deyir ki, insanlar qazanmaqdan çox itirməkdən qorxur. Maraqlıdır. Əgər qarşı tərəf sənin daimi diqqətinə, varlığına çox öyrəşibsə, gözlənilmədən biraz geri çəkilmək onda səni itirmə qorxusu yarada bilər. Amma yəqin ki, buradakı əsas mesaj, bütün bu taktikalarında fövqündə dayanan əsas fikir budur ki,
Sən özün özünə maraqlı olmağa başlayanda, öz dəyərini dərk edəndə, başqasının diqqətinin arxasınca qaçmağa ehtiyac qalmır əslində. Bəli. Sən öz hekayənin, necə deyim, əsas qəhrəmanına çevrilirsən. Deməli, bax, bütün bunların mənası nədir? Gəldik əsas məsələyə. Bu materiallar onu göstərir ki, bizim keçmiş təcrübələrimiz, şuuraltı inanclarımız və gündəlik vərdişlərimiz, seçimlərimiz bir-biri ilə çox sıx bağlıdır. Bir zəncir kimidir. Bəli, bir sistemdir. Və bu bağları anlamaq, fərqində olmaq, bax bu dəyişim üçün ilk və ən vacib addımdır. Diqqəti həmişə çöldən içəri yönəltmək lazımdır. Tamamilə. Və bəlkə də bu müzakirədən sonra sənin üçün də düşünməyə dəyər bir fikir. Görəsən bu psixoloji düyünlərlə, o travmalarla, özünü məhdudlaşdıran vərdişlərlə, münasibətlərdəki çətinliklərlə üzləşməməyin ən böyük gizli qazancı əslində o dərin özünü dərk və həqiqi dəyişim üçün tələb olunan o çətin, bəzən narahat edici, amma çox dəyərli zəhmətdən yayınmaqdır. Bugün danışdıqlarımızdan hansı məqam sənə daha çox toxundu, daha çox düşündürdü? Bu dərin mövzuları bizim bu yanaşmamızla birlikdə araşdırdığın üçün təşəkkür edirik. Ümid edirik ki, bu müzakirə sənin üçün faydalı oldu, yeni düşüncələrə yol açdı.